أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, insanlığın qatı düşməni olan şeytan kimdir? Bu qədər ki bizimlə düşməndir və bu qədər ki üzərimizdə bacaracağı vardır və bizdən güclüdür və sayı hesabı bilinməyəcək qədər insanları aldatmağı bacarmışdırsa, bunun hələ başlıca səbəblərindən biri də insanların iblisi tanımaması olmuşdu. Çünki insanlar iblisi layiqincə tanısaydılar, əlbəttə ki, onunla tamamilə fərqli şəkildə mübarizə aparardılar. Yəni, müsəlmanların möminlərə bənzər bir mübarizə. Oysa ki, insanlar, dünya yəni xalqları, insanlar iblisi çox kiçikdən sanıblar və bəziləri isə hətta ona hörmət edərək səcdə edənləri vardır. Satanistlər kimi ona hörmət edirlər. Hətta onu Allahdan səxavətli sayırlar. Allah qorusun ki, o bizə keyf, eyş-işrət vəd verir. Allah isə namaz qıl, oruç tut, bunu etmə, onu etmə deyə elə düşünürlər ki, iblis daha səxavətlidir. Daha anlamır ki, sənin dünyadakı həyatın Allah yanında dəqiqələrə hesablanılır. 100 il yaşasın, 4 dəqiqə, 5 dəqiqə yaşamısan. Misal üçün, biraz da çox olsa. Yəni, bir saatı belə keçmir Allah yanında. Oysa Allah sənə əbədiyyəti bəxş etmək üçün iblisdən qorunmağı tapşırmışdır. Bəli, dəyərli insanlar, bu iblis kimdir? Əvvələn, iblis, şeytan əslində bu məxluqun adı Allah ilə düşmən olandan sonraki bir dönəmi var, bir də Allahın dostu olan bir dönəmi vardır. Allahın dostu olan dönəmdə, yəni Adəm əleyhissalam yaranan gününə qədər iblis Allaha ibadət edən mömin, müti bir qul olmuşdu. Əvvələn bunu unutmayaq. Bu məxluq cin tayfasındandır. İnsan tayfasından deyil. Cin tayfası da deyəndə, yəni belə düşünməyək ki, kimsə bizim üçün nağıl danışır. Cin nədir? Bəli, cinə iman bizim iman bölümü, iman hissəmizdə keçir. Yəni, cinin varlığını inanmaq bizim iman bölümümüzdədir. Çünki Qur'an-ı Kərimdə dəfələrlə Rəbbimiz cin tayfası, cinlər deyə mövzu vardır. Hətta haqqında bir surə vardır ki, məxluqdurlar, cin surəsinə baxa bilərsiniz. Danışırlar, yeyirlər, evlənirlər, iman edirlər, kafir olanları vardır. Kimi bir məxluqdur. İnsanlıqdan çox qabaq yaranmış məxluqdur. Ümumiyyətlə bunların sırasında ən son insan yaranmışdı. Yəni bunlar 100 min illərdir var idi. Özü də yerdə yaşayırdılar. Yəni bizim yer səthində, yer gəzəgənində yaşayıblar. Bu barədə bizə ən dolğun məlumatı Əl-Bidayə və Nihayə kitabında İbn Kəsir, İbn Abbasdan bir neçə versiya rivayətlər gətirmişdir ki, biz onun əsasında, bu tarixi sənədlər əsasında bu barədə məlumatlarımız vardır. Ola bilsin ki, bəziləri desin ki,
Yox, biz ancaq Qurana inanırıq. Bizə başqa tarix lazım deyil. Həmən zavallılara demək lazımdır ki, siz orta məktəb oxuyanda, bəs tarix oxuyanda heç etiraz etmirsiniz. Sizə universitetdə suallar verəndə, universitetə qəbul üçün sual verəndə tarixi sualları nə yaxşı detalları ilə danışırsınız. Filan hadisə belə olub, filan hadisə belə olub. Eramızdan qabaqki hadisələri danışırsınız, eramızdan qabaqdakı hadisələri. Və müəllimin sənə bəli, düz dedin və yaxud da xeyr, düz demədin deyəndə sən heyf, çaş ki, yaxşı oxuyardım deyirsən. Nə oldu? Bütün küfür məlumatlarına gələndə sənə ancaq Quran lazım deyil. Bircə Allahın hidayət mövzusu gələndə sən deyirsən ancaq Quranda olsun. Yəni, Quranda olmayan, Rəsulullahdan rəvayət olunan hadisələr vardır ki, Allahın Rəsulu bizə onu çatdırmışdı. O cümlədən Rəsulullahın da bizə çatdırdığı məlumatlardan biridir ki, Əl-Bidayə və Nihayə kitabında İbn Kəsirdən rəvayət olunur ki, şeytan əvvəl kim idi? Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ər-Rəhman surəsi 15-ci ayədə buyurur ki, Min məricim min nər. Cinlər üçün deyir. Mən cinləri tüstüsüz oddan, yəni alovdur, tüstüsü olmayan alov. Tüstüsü olmayan alov bizim bugün bildiyimiz lazer şüaları, lazer hərarəti. Lazer necə ki yandırır, özü də ən iti yandıran vasitələrdəndir. Amma lazerdən tüstü çıxmaz. Amma bizim bildiyimiz ağac, kağız alovundan tüstü çıxar. Hətta neftdən ayrılan qazlardan da tüstü çıxır. Bircə lazer alovundan tüstü çıxmır. Yəni iblis həmən cür şua alovundan, amma alov növüdür, yandırıcı növdür. Ondan yaranmışdı. İblisin əsli, yəni cinlər, bütün cinlər, mömini də, kafiri də. Yəni cin tayfası həmən alovdan yaranmışdı. İnsanlar torpaqdan yaranmışdı. Necə ki, Əraf surəsi 12-ci ayədə İblisin özü də belə deyir. Ənə xayrun minhu. Allah ona səcdə et deyəndə o dedi, niyə ki, mən ondan daha yaxşıyam. Niyə? Xalaqtəni min nərin və xalaqtahu min tin. Sən məni alovdan yaratmısan, o isə torpaqdan, əl-ayaq altında olan bir şeydən. Deməli, bax, elə iblisin bu kəlməsi də göstərir, yəni insanın cinsi torpaqdan, iblisin öz cinsi isə alovdandır. Deməli, kim düşünürsə iblis mələk idi, o yanlış düşüncədir. Niyə? Hələ çünki Qur'an-ı Kərimdə Əl-Kəhf surəsi 50-ci ayədə Allah Subhanahu taala buyurur: "Və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu illə iblisə kənə minəl cinn." Biz mələklərə əmr etdik ki, səcdə edin Adəmə. Hamı səcdə etdi, iblisdən başqa. O iblis cinlərdən idi. Bax, ayədə Allah dedi, o cin tayfasından idi. Və sual oluna bilər, cin tayfasından idi. Mələklərin arasında nə edirdi? Hətta mələklərə öndərlik belə edirdi. Bax, bu barədə İbn Kəsir həmin Əl-Bidayə və Nihayə kitabında 1-ci cild Qissatuş Şeytan bölümündə, şeytanın qissəsi bölümündə İbn Abbasdan bu rəvayəti gətirir ki, Allahın Resulü sallallahu aleyhi və səlləm belə məlumat vermişdi ki, insanlardan qabaq yer üzündə cin tayfaları yaşayırdı. Bu cin tayfaları, cin deyəndə, yəni cin bizə görə cindir. Bizə görə cindir. Çünki cin sözünün mənası görünməyən deməkdir. Yəni bizim gözümüzün
görmə surəti onu görə bilmir. Necə ki, gözümüzün qabağında necə şeylər var, biz görmürük. Bakteriyanı da görmürük, böyətdirilməsə. Bəli, hücrələrimizi də görmürük, amma bədənimizdədir. Yəni, görmürük o demək deyildir, yoxdur. Biz görmürük. Onlar da belə. Biz onları görə bilmirik. Və ona görə onlara cin, ərəbcə cin sözü görünməyən deməkdir. Deməli, bu tayfada cin tayfası yer üzündə yaşayırdı. Hətta bəzi arxeoloqlar 100 min ilin sümükləri, nə bilim 1 milyon ilin sümüklərini tapdıqdan sonra deyirlər ki, bax, bəs belə bir sümük tapılıb və yaxud da ki, belə bir əlamət tapılıb, divarda şəkil tapılıb, bu şəkilin nə bilim 1 milyon yaşı var. Amma insanlıq isə bu qədər deyil axı. Yəni, insanlıq Adəm əleyhissalamdan başlayıbsa, bu milyon illər etmir. Adəm əleyhissalam yaxın zamandır. Yəni, yaxın dedikdə milyon illər deyil də. Bəs bu milyon ilin şəkili nədir? Misal üçün, Latın Amerikasında Mayalıların əsərləri vardır ki, orada daha doğrusu Mayalıların yaşadığı yerdə elə bir qədim əsərlər tapılıb ki, eramızdan milyon illər qabaq, eramızdan da milyon illər qabağın hadisəsidir, rəsimlərdir, aerodrom tapılıb, sanki aerodromdur, təyyarə uçub buradan və eramızdan qabağa gedib düşən hadisələr, üzr istəyirəm, insanlıqdan qabağa düşən hadisələr. Əgər Adəm əleyhissalamdan hesablanırsa, onda bəzi ateistlər qəsdən insanlara şübhə atırlar ki, birinci məxluq Adəm deyil, yalan deyirlər. Bu məlumat yalandır, deyirlər. Məlumatı yalan kim deyər? Deməli, Allah yalancıdır, demək istəyirlər. Oysa bunların xətası haradadır? İndi siz düşünməyin, o böyüklükdə arxeoloqlar axtarır, sizsə ona deyirsiniz, xəta edirlər. Bəli, biz tam dəqiqliklə deyirik ki, xəta edirlər, yanlış edirlər. Onların yanlış etməsinin də səbəbi Allaha inanmamalarıdır. Onlar Allaha inansaydılar, Allahın kitabındakı o detalları tapıb daha da öz işlərini rahatlaşdırardılar. Allaha inanmırlar deyə Allahı yalancı çıxartmaq üçün özləri də böyük yalanları danışırlar. Böyük yalanlardan biri də budur. Adəmdən qabaq yer üzündə insanlar yaşayıb. Bax, Adəmdən qabaq yer üzündə yaşayış olub. O düz sözdür. Amma insan deyil. Cinlər. Cinlər də insana bənzər məxluqdur da. İki ayaq üzərində gəzirlər. Erkək və dişiləri vardır. Yeyirlər, cinsin münasibətləri olur. Doğurlar, yaşayırlar və beləcə yaşayıblar yer üzündə. Amma insanlar deyil. Nə qədim insanlıqdan öncəki əlamətlər varsa, hamı onlara məxsus rəsimlər, onlara məxsus aerodromlar, onlara məxsus, nə bilim, tikinti qalıqlarıdır. İlk insan Adəm əleyhissalamdır. Ən-Nisa surəsi 1-ci ayəyə. Bax, sənə kifayət edəcək. Buna iman etməyən də kafirdir. Kim desə Adəmdən qabaq insan yaşayıb, o kafirdir. Çünki Adəmdən qabaq yaşayış olub, insan yox. Cin tayfaları, eyni insanlar kimi yeyiblər, içiblər, inkişaf ediblər, tərəqqi olub, o qədər yüksəliblər ki, artıq Allahı inkar ediblər. Eyni bugünün insanları kimi. Bax Avropasına, bax Amerikasına. Artıq Allah arxa plandadır, həyat sənindir, 5 günlük dünyadır, keyf elə, yaşa, bütün haramları edilir və bütün küfür edilir. Allaha gələndə isə istehza, əyləncə, boş-boş şeylərdir deyib üstündən keçirlər. Və o surətlə xalqımıza da daxil olub, artıq bizim də xalqımızın bir hissəsi ateistdir, bir hissəsi özünə müsülman desə də müsülman deyil, çünki onlar bu cür şeylərə inanırlar. Adəmdən qabaq yaşayış olub, Quranda bəzi məlumatlar düz gəlmir, kimi şübhələrin içində. O isə Allah bizə bildirir ki, Adəmdən qabaqki yaşayış cin tayfaları yer üzündə yaşayırdılar və bir gün onlar hədlərini o qədər aşdılar ki,
Allah mələklərini göndərərək yeryüzünü məhv etdi. Onları məhv etdi yeryüzündə. Və onları məhv edərkən mələklər bir balaca oğlan uşağı ora-bura qaçar vəziyyətində tuturlar. Və deyirlər, ey Rəbbimiz, biz bu cin tayfasını məhv etdik. Bütün cinlərdən söhbət getmir, yer üzündə yaşayan cinlərdən. Başqa planetlərdə yaşayışlar var. Onlar oradadırlar. Oranın öz məxluqlarıdır. Onların bizə adiyyatı yoxdur. Yəni onların hesabatı, onlar nə yaxşı, nə pis iş görüblər. Bizə aid olan yer səthidir. Deməli, burada yaşayan cin tayfaları qırılır və içindən bir oğlan uşağını Allahdan soruşurlar. Ey Rəbbimiz, bunu neydi? Bunu da mı öldürək? Allah Subhanahu deyir, onu götürün, yanınızda saxlayın. Onu götürün, yanınızda saxlayın. Bax, həmən cin tayfasından götürülmüş bir oğlan uşağı böyüyüb boya başa çatdıqdan sonra o qədər istedadlı idi ki, və onun əsli adı Əzazil. Əzazildir. Yəni, Əzazil olan vaxtı mömin idi o. Əzazil sözünün də mənası Allahın qüvvətli qulu deməkdir. Qüvvətli, güclü qul deməkdir. Çox güclü, istedadlı, yetənəkli, çox bacaracaqlı bir məxluq idi. Və o qədər yetənəkləri güclü idi ki, hətta mələklərə belə öndərlik edirdi bəzi məsələlərdə. Həmən bu məxluq o qədər şımardı ki, Allah səcdə edin deyəndə bu təkəbbür etdi. Yəni, mənə Allah ad verib Əzazil. Yəni, qüdrətli qulum mənasını verir. İbrani dilindədir bu, ibrit dilində. Yəni, Rəbbim mənə bu qədər ad verib, mən mələklərin belə öndəriyəm, burada hörmət sahibiyəm. İndi mən gedib səcdə edəcəyəm. Kimə? Mənim ayağımın altından yaranana, torpaqdan yaranana. Bu ona görə təkəbbür etdi. Özü də normal alovdan deyil idi də, danışdığımız kimi. Tüstüsüz alov, yəni lazer. Yəni, alovun da hörmətlisi. Yəni, mən niyə buna səcdə etməliyəm ki, qarşı çıxdı. Və qarşı çıxdı. Qarşı çıxdıqda Allah Subhanahu bunu qovarkən, sən necə mənə huzurumda təkəbbür edərsən? Bu nə azğınlıqdır, bu nə təkəbbürdür? Mən sənə səcdə et deyirəm, sən mənə qarşı çıxırsan ki, bu davam edir. Bu ayə Quran-ı Kərimdə 1-2-3 yerdə keçir və onlardan biri də Əraf surəsidir ki, Allah Subhanahu şeytan ona təkəbbür etdikdə Allah dedi, "Fahbit minha fəmə yekunu laka an tatakabbara fiha." Rədd ol oradan. Sən kimsən huzurumda təkəbbür edirsən? Faxruz innəkə minəs-sagirin. Sən alçaqsan, oradan xaric ol. Çıx oradan. Yəni, mələklərin sırasından çıx. Rədd ol oradan. Sən orada necə qalarsan mənə təkəbbür etdiyin halda? Bu nə təkəbbür? Bu nə öz başınalıq? Sənə yəni bu icazələr verildi, bu qədər hörmət olundu. Sən bu qədərmi? Yəni, sənə səcdə et deyiləndə, səcdə etməlisən. Allahın sözü müzakirə olunmaz ki. Bu bizə böyük işarədir, dəyərli insanlar. Şeytan bir əmirdən çıxdı, başına gör nələr gəlib. Gör, biz nə qədər Allahın əmrini pozuruq, amma Allah hələ də bizi hidayət edir, bizə yollar göstərir. Hətta bunu şeytan bilirdi. Gör, qovularkən belə şeytan Allaha nə dedi? Rədd ol buradan, alçaq. Ayə 13, Əraf 13. Əraf 14-də şeytan deyir. Qal, ənzirni ilə yevmi yub'asun. Allahım, bir halda ki qovuluram. Sən mənim Rəbbimsən. Mən səndən haqqımı istəyirəm. Mən sənə səzdələr etmişəm. Mən sənə şükürlər etmişəm. Gördüyüm yaxşı işlər var. O işlərin müqabilində insanı idarə etmə
gücündən mənə də bir hissə ver. Qalə ənzirni. Ənzirni sözü bildiyimiz Arabcadan çevirmədə nəzarət. Ənzir nazara sözündən gəlir, nazara. Yəni idarə etmə. Mənə insanı idarə etmə yetəneyindən biraz ver. Necə ki onu mələklərə vermisən və sən idarə edirsən, ondan mənə də bir şey ver. Biraz. Niyə onu istədi? Demədi, mənə icazə ver, qiyamətə qədər keyf edim. Dedi ki, onların ixtiyarını mənə ver. Mən bunlara görə qovuluram da buradan. Bunlara müdaxilə etmə hüququndan mənə də ver. Allah dedi, özdə ilə yevmi yub'asun, qiyamətə qədər. Yəni insanlığın sonuna qədər. Ən sonuncu insana qədər. Deməli, Adəm əleyhissalamla düşmənçilik başladı və yevmi yub'asun, qiyamət baş verənə qədər. Deməli, ən axırıncı adama qədər mənə icazə ver. Qal innəkə minəl munzərin. Allah dedi, o sənə verildi. Sənə insana müdaxilə etmə gücü verildi. Amma bir ölçüdədir, yəni insan sənin öhdənə qoyuldu deyil. Bunun üçün bizim bundan sonra növbəti dərsimizdə İblis bizə necə müdaxilə edə bilir, necə bunu bacarır haqqında olacaq. Çünki bu ayrı mövzudur. O mövzuya indi girsək, bu çox uzanar mövzu. Ona görə biz İblisi hələ bir tanıyaq. Amma bizə necə müdaxilə edilir növbəti dərsimizdə olacaq. Deməli, İblis bunu deyəndən sonra gör nə deyir Rəbbinə. Baxın, bizim üçün burada böyük ibrət var. Qal, indi Allah buna icazəni verdi. İnsanı istəyirsən, müəyyən qədər ona müdaxilə edə bilmə. Da 100% deyil, müəyyən qədər impuls verə bilərsən, siqnal verə bilərsən. Yoxsa insanı tutub da zinaya aparasan, haramı insanın güclə ağzına yedizdirəsən, yox. Sənə onun xəyallarına, duyğularına daxil ola bilmə yetəneyi verdim. Get, indi, görüm nə edəcəksən. İndi İblis bu icazanı alıb getməlidir və ağlı da var. Bilir ki, bunun sonu var. 1000 il, 10.000 il, 100.000 il, 1 milyon il, amma sonu var. Milyon illər nədir ki? İblis onu da bilir axı. Allahın yanındakı il nədir, yerdəki il nədir? İblis onu da bilir ki, yəni Allah yanında bir gün yer üzündə 1000 ildir. Bunları bilir və yer üzündə nə qədər yaşayacaq ki, amma təkəbbür elə gözlərini tutub ki, İblis ayılmır. Və İblis bu sözü dedi. Fəbimə əğvəytəni, Allahım, niyə məni buraxdın? Əğvəytəni, yəni mənim azğınlığıma niyə mane olmadın? Azğınlığıma niyə mane olmadın? Ən kritik vaxtda gör necə doğrunu gördü. Ən doğrunu gördü. Oha, dəyərli insanlar. Biz minlərlə dəfə gün ərzində azğınlığa yol açırıq. Allah isə bizi buraxmır. Təsəvvür edirsən, qəzəblənirik, Allah bizi buraxmır. Deyir, qəzəblənmə qulum, sakit ol, düzələcək. Namaza çağırırlar, biz deyirik ki, işim var, birazdan gedərəm. Allah yenə də mələklərə deyir, səbr edin, dözün, yazmayın ona günahı. Yəni, Allah bizi buraxmır. İblis isə dedi, niyə məni buraxdın? Həqiqətən də Allah onu buraxmışdı. Allah onu buraxdı. Allah onu buraxdı ki, o azdı. Yoxsa anında ayılıb, mən nə edirəm deyib geri çönərdi. Və yaxud da ki, Allahım məni bağışla, ağzıma gəldi, təkəbbür məni tutdu, ey Rəbbim məni affet, deyərdi, demədi. Bildiyi halda demədi. Bax, bu da ayrı mövzudur özü-özlüyündə. Ki, niyə onu buraxdı? Çünki ona o mövzularda, bunlar hamı fərqli mövzulardır. Yəni, əsli hədəfdən bizi uzaqlaşdırmasın deyə mən onlara müdaxil etmirəm. Deməli, İblis qovuldu və həmən günə qədər onun adı Əzazil idi. Yəni, Allahın güclü, qüdrətli qulu. Allah ona hörmət əlaməti olaraq bu adı vermişdi.
Allah ona dedi, o dedi, mən haqq yolunun üzərində qalıb bunları məhv edəcəyəm. Heç birini qoymayacağım haqq yoluna gəlsin. Və onlara özdə gör nə deyir? ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ Mən onlara həm önlərindən, həm arxalarından, həm sağlarından, həm sollarından müdaxilə edəcəyəm, qoymayacağım ki, onlar haqq yoluna gəlib çıxsınlar. Sağdan və soldan, yəni sağ, yaxşı əməllərlə və günah əməllərlə azdıracağım. Axı, bəzi insanlar yaxşı əməllə azır. Çox ibadət eləyir, özünü şeyx zənn eləyir, özünü müqəddəs adam zənn eləyir. Yəni, mən əlimi sürtsəm, sən düzələcəksən. Bu kimdir? Bu əyyaş deyil ki, bu çox ibadət edən adamdır. Elə bilir ki, mən bu qədər ibadət etmişəm, əlimi vursam bu düzələr. Bax, azdı, azğınlaşdı. O birisiləri isə günahlarda azğınlaşdırır. Zina, şərab, şirk edirlər və məhv olurlar. Öndən, arxadan isə, öndən, yəni gələcək həyatı ilə qorxudaram. Ön budur, gələcək həyat. Yəni, sabah mənim uşaqlarım üçün necə yaşayacaqlar övladlarım? Deyə sabaha görə kreditə girib, oğurluq edib, rüşvət alanlar. Arxa isə, arxadan müdaxilə isə, yəni keçmişlə müdaxilə. Yəni, onları keçmişləri ilə müdaxilə edəcəyəm. Yəni, mənim atam belə olub, mənim babam belə olub. Keçmişi ilə fəxr edir, özü zavallının biridir. Bax, belə. Şeytan bunu söz verdi, Allah da dedi, sən ancaq özünə tay olanları öz yoluna apararsan, mənim sadiq qullarım mənim yolumda qalacaqlar. Dəyərli insanlar, deməli, bu Əzazil belə olduqdan sonra Allah onu öz dərgahından qovandan sonra ona deyildi şeytan. Onun adı şeytan və iblis bundan sonra qoyulmuşdu. Şeytan sözü, yəni hiləgər, yalan, fitnəsi çox olan mənasındadır. Şeytan, yəni hiləgər, yəni yol tapır bir azdırır. Eyni yerdən 100 dəfə azdırır. Yenə də insan ayıla bilmir. Və bu onun şeytan adından irəli gəlir. İblis sözü isə qovulmuş deməkdir. Yəni Allahın rəhmətinə ümidi olmayan, yəni onun heç ümidi yoxdur ki, bəlkə məni bağışladı, elə şey yoxdur. Ona görə ona iblis deyilir. İblis sözünün mənası Arabca çevirəndə bələsə köklü sözdür, yəni qovulmuş deməkdir. Şeytan isə hiləgər, yalanı çox olan deməkdir. Deməli, qovulduqdan sonra bu adları alan bu şeytan, deməli, əslində Əzazil idi və qovuldu, oldu şeytan. Şeytan da bildiyimiz kimi, yəni bu gündən sonra, yəni həmən gündən sonra bütün hilələri ilə, bütün ona verilmiş fürsətlərdən istifadə edərək insanları azdırmağa başladı və onu hətta elə birinci insanda bacardı. Yəni, Adəm əleyhissalam bizim babamız sayılan, özü də Peyğəmbər sayılan və Allahın öz əlləri ilə düzəltdiyi o gözəl məxluq və bütün cənnət əhli də kişiləri ona bənzəyəcək. Bütün cənnət əhlin kişiləri ona, yəni demirəm, hamı standart olacaq. Boy-buxunu ona bənzəyəcəklər. Simalarından hər kəs bugün dünyada nədirsə, cənnətdə də o olacaq. Amma gözəl formasında da ola bilər, burada əyləskilikləri var. Gözü əyridir, qulağı əyridir, burnu sınıqdır. Yəni o cənnətdə isə mükəmməldir, amma bilinir. Bu Əhməddir, bu Muhamməddir, bu Fatimədir, bu Ayşədir, yəni bilinir, tanınır. Deməli, bu iblis birincidə bacardı bunu. Adəm əleyhissalamı dəfələrlə ona hilə gəlib xəta etməyə macal tapdı. Hətta onun övladlarını belə bir-birini öldürmək qədər, yəni yeryüzünün ən birinci insan öldürmək olmuşdu. O da kim? Bu qədər yeryüzü bir neçə qardaşın arasında bölüşdürülə bilmədi
və bir qardaş o digər qardaşı öldürməli oldu. Düzdür, öldürmə torpaq üçün olmamışdı, öldürmə qısqanclıqdan olmuşdu, qısqanclıqdan. Niyə Allah onun qurbanını qəbul etdi, mənim qurbanımı qəbul etmədi? Qısqanclıq zəminində şeytan ona müdaxilə edərək fürsət tapdı. Yəni birinin niyyəti qəbul olmayıb, o birinin niyyəti qəbul olub. Nə var burada? Sən kafirsən demək deyil ki, sənə də gələcəkdə verilər. İndi qəbul olmayıb, gələcəkdə qəbul olar. Həyatdır da, birində belə, birində belə. Şeytan o qədər tovladı ki, qardaş qardaşı öldürə bildi. Baxın, dəyərli insanlar, bizim rəqibimiz, düşmənimiz, Allahın da Qur'an-ı Kərimdə dəfələrlə dediyi aduvvun mubin, sizin açıq-aşkar düşməninizdir o iblis. Ona görə də biz onu tanıyaq. O, ən güclüləri azdıra bilib. İnanın ki, biz onun üçün bəlkə də balaca uşaqlarına bizi tapşırır, onlar belə bizi azdıra bilirlər. O qədər biz zəifik. Ona görə də bizim işimiz deyil ona qələbə çalmaq. Allaha layiqincə sığınaq, Allahın bizə haram etdiyi işlərdən uzaq duraq ki, o iblisin oyununa gəlməyək. Yoxsa biz ona qələbə çala biləcək bir gücdə, bir imanda, bir yetənəkdə deyilik. Və növbəti dərsimizdə iblisin bizə hücum etməsinin necə bacarır o barəsində olacaqdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.